Salam, hər vaxtınız xeyir olsun. Bayramımız mübarək olsun. Necə ki, milyonlar qazanıb şatapat içində yaşayanlar var. Bayram qeyd edirlər. Bir dəqiqə milyonlar onun bunun haqqını yiyib bayram kəsirdənlər var. Ama biz belə bayram kəsirdirik. Sizin də aileniz beləcə həyəcan içində, təhlükə içində bayram keçirsin. Bu Ramazan ayında, bu bayram günündə Allah'tan istəyirəm. Bu xalqın başına, insanların başına gətirdiyiniz bu həyəcan, bu stres, əsəb var bu bayram günlərdə, xoş günlərdə. Allah sizin də ailənizə yaşatsın. Heç nə demirəm. Necə ki biz həyəcan içində, təhlükə içində, bizə bu yaşadılar ha. Gecə, gündüz, suya evin altından su gedir, gölməçi olub bura. Uçula gedir bura. Görürsünüz, gecə gündüz demədən ağır texnika burada işlədikcə mənim evim sirkələnir, zədə görür. Görürsünüz də, Bakı şəhəri Yasamal rayonu. Bir daha bayramımız mübarək.